növbəti bizim növbəti mövzumuz sətirlər üzrə əməllərimiz var bizim. E, Sətirlər üzrə əməllər. Gəlin yazaq bura. Sətirlər üzrə əməllər. Hansı çarşaflar? Biz bundan əvvəlki dərsdə tam ədədlər üzərində əməllər keçmişdik. Tam ədədləri toplamaq olurdu, tam ədədləri çıxmaq, vurmaq, bölmək, tam bölmək, qalıq bölmə, qüvvətə yüksəltmə. Yəni bunları öyrənmişdik. İndi isə sətirlər üzrə əməllərə baxaq. Hansı ki, sətirdə yazılmış bir ifadə dırnaqdan bilinir ki, həmin ifadə sətir ifadədir. Məsələn, bura sətirdə yazaq, məsələn, siyan rəngi, siyan yazıram. Üzərinə gəlirəm, siyan, magenta. Aşıqlar. İki sətri topladıqda sətirlər birləşmiş olur. Yazarıq bura siyan, magenta. Bu şəkildə yazılmış olur. İki sətri topladıqda sətirlər bu şəkildə toplanmış olar. Sətirlə sətri toplayanda sətirlər birləşir. Əgər bunlardan biri sətir olmuş olsa, biri isə ədəd olmuş olsa, yəni biri sətir tipində, biri isə integer tipində olmuş olsa, belə bir halda uşaqlar xəta qaytarmış olur bizə, baş verir xəta. Daha sonra əgər ifadələrdən biri, dəyişənlərdən biri sətir tipində olsa, digəri isə vurma qaydasına yazaq, digəri isə integer tipində olsa, bir sətri integerə vurduqda sətir, bax bu sətir ədəd sayı qədər təkrarlanmış olur. Yəni yazarıq siyan, siyan və siyan. Baxın bu şəkildə ədəd sayı qədərə sətrimiz təkrarlanmış olar. Daha sonra bir sətri, aşıqlar, yazaq bura, sətri vurmaq istəsək əgər, sətrə, magenta yazaq bura. Sətrə vurmaq istəsək isə yenə də bizə xəta qaytarmış olar. Sətirlə sətri toplasaq, sətirlər birləşir. Sətri ədədə vursaq, sətir ədəd sayı təkrarlanmış olur. Sətirlə integer tipini toplamaq olmur. Sətirlə sətri bir-birinə vurmaq olmur. 2 dənə xətamız var aşağılar, 2 dənə də normal yolumuz var. 2 dənə də yəni tam cavab alınan deməli hesablamamız var. İndi məsələn eyni prosesi aşağılar siyahların üzərində də tətbiq eləmək olur. Siyahlar üzərində siyahı üzrə əməllər. Eyni işi burada da gəlin görək. Siyahı deyəndə 1, 2, 3, bir siyahının içərisində həm tam ədəd, həm belə deyim, həm tam ədəd, həm sətir tipində, həm flap tipində ədəd saxlaya bilir siyahı öz daxilində. Siyahı ilə siyahını toplamış olsaq əgər, məsələn, belə bir şey yazıram, siyahı ilə əgər ədədi toplamış olsaq, iki siyahı bir siyahın içərisində birləşmiş olur. Necə ki, orada sətirlə sətri toplayanda sətirlər birləşirdi. Burada da eyni şəkildə siyahı ilə siyahını toplamış olsa, gəlir bu şəkildə görüntü yaranmış olur aşıqlar. Bir siyahını ədədə vurmuş olsaq, əgər bir siyahını ədədə vurmuş olsaq, siyahı ədəd sayı qədərən təkrarlanmış olur. Siyahının içindəki elementlər ədəd sayı qədər təkrarlanmış olur. Gördünüz. Daha sonra bir siyahının üzərinə əgər ədəd gəlmək istəsək, belə bir halda baş verir nə? Xəta. Siyahının üzərinə ədəd gəlmək olmaz. Siyahının üzərinə ədəd. Bu nəticədə bir olacaq, qaranlıq qaldı bir dəqiqə. Əgər siyahının üzərinə ədəd gəlmək istəsək, məsələn, buyaq A bərabərdir
A bərabərdir. Kvadrat mötərizənin içərisində şöyle kvadrat mötərizənin içərisində yazaq 1, 2, 3. Yazaq bura C bərabərdir A plus 5. A siyahısına 5 əlavə eləsək, bəli, xəta qaytarmış olur. Xəta baş verir. Daha sonra bir siyahının siyahıya vurmaq istəsək, yine burada da uşaqlar bizə xətanı qaytarmış olar. Siyahını siyahıya vurmaq olmaz. Yalnız belə bir halda 1, 2, 3 yazmışam, bir siyahıdır. Üzərinə gəlsəm əgər siyahının içərisində 5, belə bir halda bəli, siyahının içərisinə 5'i də daxil etmiş olar. Yalnız özündən eyni şəkildə olduğu halda. Yoxsa belə tərkib 5'i heç bir şəkildə qəbul etmiş. Bu olur bizim siyahı üzrə əməllərimiz, digəri isə olur sətr üzrə əməllərimiz. Orada necə siyahı ilə siyahı, sətirlə sətri toplayanda sətirlər birləşirdisə, burada da siyahı ilə siyahını toplasaq, siyahılar birləşir. Siyahı sətri ədədə vuranda, sətr ədəd sayğıdır. Necə təkrarlanırdısa, burada da sətri ədədə, siyahını ədədə vursaq, siyahının içərisindəki elementlər ədəd sayğıda təkrarlanmış olur. Orada necə sətirlə ədədi toplamaq olmurdu. Burada da eyni şəkildə siyahı ilə ədədi toplamaq olmur. Orada necə sətirlə sətri bir-birinə vurmaq olmursa da, burada da eyni şəkildə siyahı ilə siyahını bir-birinə vurmaq olmur. Eynidir, yəni ardıcıllıq qaydalar eyni şəkildədir. Bir də var uşaqlar bizim print əməllərimiz, hansı ki biz artıq print əməllərini bilirik ki, sonda nə də yazsaq, şərt də olsa, dövrdə olsa, sonda printdən istifadə edirik. Print əməllərimiz hansılardır? Print əməlləri hansılardır? Məsələn, A-nın qiymətini 8, B-nin qiymətini 3 vermiş olsa, printerin içərisində yazıram ki, dırnaqda A plus dırnaqda B, belə bir ifadə yazmış olsam, nə baş verəcək? Bax, dırnaq olanda artıqlar gedir yuxarıdan qiymətlərini götürə bilmir. Yəni, qiymət götürə bilmədiyinə görə elə olduğu kimi A ilə printin içərisində nə görürsünüz aşıqlar? İki sətrin toplanmasını görürsünüz. Bayaqçı qaydamız nə idi? Sətirlə sətri toplayanda sətirlər birləşmiş olur. Yəni, belə bir halda cavab olacaq A, B. Sətirlər birləşir. Və necə birləşir? Yuxarıdan öz qiymətini götürmədən. Dırnaq onu yuxarıdan gedib özünün qiymətini götürməyə icazə vermiş. Daha sonra A-nın qiyməti məsələn yenə olsun 8, B-nin qiyməti 3 olsun. Printerin içərisində yazılmış olsa, dırnaqda A plus B belə bir ifadə yazılsa, yenə printerin içərisində dırnaqda yazılan bir ifadə varsa, o gedib həmin dəyişənin yuxarıdan qiymətini götürməyə icazə vermir. Printerdə dırnağın içərisində nə varsa, elə olduğu şəkildə, olduğu kimi çapa ötürülmüş olur. Daha sonra bir də olsa A8, B bərabərdir 3. Printerin içərisində yazılsa əgər STR A plus STR B yazılsa, baxın belə görüntü. Belə bir halda bu A gedib yuxarıdan qiymətini götürür. Bax, ardıcıllıq necə olur? Ardıcıllıq belə olur. STR 8 plus STR 3 yazılır. Ama STR sanki bunu yine doldurur. Yani çevirir sətir tipinə. Dırnaqda 8 olur, plus dırnaqda 3 olur. Təbii ki, bunların hamısı printerin içərisində baş verir. Sadəcə olaraq mən bunları ayrı-ayrı yazıram. Yine printerin içərisində bu qiymətlərini bir gelir götürə bilir. Amma götürdüyü qiymətləri təzədən bu STR'lər sətir tipinə çevirdiyinə görə bu səfər 8 sətri ilə 3 sətri birləşib toplanmış olur və toplayanda da sətirləri bu şəkildə birləşmiş ola bilir. Və sual yaranır ki, nə vaxt bəs gedib bu 8 ilə 3-ü toplayasıdır? Əgər printerin içərisində A bərabərdir 8, B bərabərdir 3 olsa, printerin içərisində sərbəst şəkildə A plus B olmuş olsa,
Belə bir halda bəli, gedir, qiymətlərini götürür, 8 ilə 3 götürür və 11 qiymətini aşırır. Çapa ötürülmüş olur və çapdan çıxan qiymətlər dırnaqsız olur aşağılar. Print dırnağı yeyir. Print dırnağı yeyir. Əgər belə bir tapşırıq verilsə və variantların birində belə dırnaqda AB verilsə, yəni düzgün cavab deyil. Print dırnağı yeyir. Printdən çıxan cavab dırnaqsız cavab olmuş olur. Bəli, bu da oldu belə. Daha sonra deməli nəyə baxaq? Bu oldu bizim print əməllərimiz. Məsələn, bir neçəsini gəlin, bilmək kimi yazaq. A bərabərdir, dırnaqda yazıram 16, B bərabərdir, dırnaqda 14 yazmışam. B bərabərdir, B plus A. A da bərabərdir, bax ki, B plus A yazılır. Printerin içərisində də B plus A yazılır. İşləyə bilərik, aşağılar. Sətirlərin toplanmasıdır. Əvvəlcə B-ni tapın, sonra A-nı tapın. Sonra gətirin həmin qiymətləri mötərizənin printin içərisində qeyd edin. Gör, nə alırsınız? Və mənə cavabları deyin. Yazın. Ayşən, orada ədəd yoxdur. Sən orada toplanma əməliyyatını yerinə yetirə bilməzsən. Hamısı sətirdir. Ancaq sətirlə sətrin toplanmasına hansı qaydamız var idi? Biraz aldığım cavab qəribədir. Bir dənəni ötürmüsən Elcan. Cəmi bircə dənə 14. Hə, Hüsniyə. Bəs sən? Deməli, baxaq cavablara. Baxın, B-nin qiymətini yazıram burada. B. Seçirəm, başlayıram hesablamalı. Baxın. B bərabərdir. B-nin qiyməti nədir? 14. Sətirdə 14 yazıram. Plus A1. A-nın qiyməti nədir? 16. Plus dırnaqda 16 yazıram. Bax, keçdikdə sətirlə sətir toplayanda sətirlər birləşmiş olur. Yəni, B-nin qiyməti olacaq 14, 16. Bax, B-nin qiyməti belə olacaq. Yine düşürəm bunu hesablamağa. A bərabərdir. B-nin qiyməti nədir? B-nin qiyməti bax, budur. 14, 16. Plus A-nın qiyməti nədir? Deyir burada. 16. A-nın qiyməti 16'dır.
Bunlar sətirlərdir. Sətirlə sətiri toplayanda sətirlər birləşmiş olur. Cavab olacaq 14, 16, 16. Sətirləri görsüz toplamadım. Yəni topladım, sətirlərin toplama qaydası ilə. Yəni sətirlər yan-yana yazılır. İndi bax, B-nin qiymətini də tapmışam, A-nın qiymətini də tapmışam, da bu qiymətlər unudulur. Dəyişənin dəyişmiş qiymətlərini nəzərə alır. Printerin içərisində yazılır B, B-nin qiyməti hansıdır? Bax, B plus A yazılır. Görürsünüz, dırnaq yoxdur, burada dırnaq yoxdur deyə mən qalxıb yuxarıda B-nin öz qiymətini götürə bilirəm. B-nin öz qiyməti nədir yuxarıda? 14, 16, dırnaqda 14, 16 üzərinə gəlirəm. Bunun işarəsi var. A. A nədir? 14, 16, 16 yenə sətirdə. Printerin içərisində indi bax, printerdən keçdiyimiz qayda hansı idi? Printerin içərisində iki sətir yaranmış varsa, sətirlər toplama qaydası ilə toplayırıq. Sətirlə sətiri toplanmışsın. Cavab olacaq 14, 16, 14, 16 və 16. Kimə aydın olmadı? Kimə aydın olmazsa qeyd eləsin. Ayşən, başa düşdün? Hüsniyə aydın oldu. Elcan, səndə də bir balaca səhv var idi. Başa düşdünüz? Gəlin biri də yazaq. Məsələn, yazıram bura. A bərabərdir dırnaqda 12. B bərabərdir dırnaqda 13. Yazaq bura. A bərabərdir A plus B. B də bərabərdir B plus A. Printerin içərisində də yazıram A plus B. Hə. Bir görüm nə yazacağım. Bir balaca səhvim var Ayşə. Bir balaca. Bəli, doğru düşünüyorum. Bəli, yenə bax, Elcan, yenə dəyişək yazmışsın. Gəlin baxaq. Baxaq. Deməli, bax, A'nın qiyməti bərabərdir A plus B. A'nın qiyməti 12, B'nin qiyməti 13, bərabər olacaq 12, 13, belə. B ilə bərabər olacaq. B'nin qiyməti nədir? 13. 13-ün üzərinə gəlirəm A-nı. A-nın dəyişən qiyməti baxılır. 12, 13. Bu şəkildə bərabərdir. 13, 12, 13. Sonra yine A-nı B'ni tapdıqda bu dəyişən qiymətləri bunlardır. A-nı B'nin qiymətləri və printin içərisində A plus B var. Print A, A-nın qiyməti 12, 13'dür. B'nin de qiyməti 13, 12, 13'dür. Bu şəkildə və cavab olacaq 12, 13, Elcan. 13, 12, 13, 12, 13, 13. Bəli. Yəqin ki, B-nin üzərinə A gəlmirsən. Elcan, sən B-nin üzərinə A gəlmirsən. Aydın olur.
Bəli, xəta səhv eləmirsən. Beyin üzərinə A gəlmirsən. Daha sonra çocuklar, bax bu olur sətirlər üzərində əməllər. İcra təsirini də yazacağım. Məsələn, A bərabərdir, yazaq buradan 7, B bərabərdir qırnaqda 4, A bərabərdir A plus B, print müntəzəm içərisində A plus B. Cavab nə olur? Tamam. Bəli, Elcan, doğru almısan. Hüsniyeciğim sen aşağı düz almamışsın. Bak, böyle baştan yazırsız. Ama Hüsniye ne alabildin? Benim, benim. Ayşe printin içerisine bakıyor, printin içerisine ne yazıyor? Tırnakta A, plus tırnakta B. İfade tırnakta olanda gelir yukarıda kıymetini geçmede götürebilmiş. Bir başıyla A'nın B'yi topluyor, sətirlər topluyor. Yani cevap olacak öyle A'nın B. A, B. Aydın olur Ayşe. Yani ifade en getirilen ifade yazır. A beraberdir. Mesela 7. B beraberdir. 4 yazılır. A beraberdir. Yani plus A yazılır. Printerin içerisine de yazır böyle bir ifade. Heh, ne cevap çıkar? Hı? Cevapta ne çıkar? Bu sefer de sətrin içinde ne varsa onu yazır. Bütöv, sətrin içinde ne varsa Ayşe, qaydamız var idi da. Bəli, Elcan. Bəli. Yuxarıda qayda yazdıq. Ki, printin içərisində sətirdə A plus B olarsa, elə olduğu kimi sətirdən olduğu kimi çapa türməliyik. Yəni, cavab olacaq elə A plus B. Sən A plus B artıq print dırnağı yediyinə görə Ayşə, sən o sətirləri toplaya bilmirsən, sətirləri birləşdirə bilmirsən. Elə necə varsa olduğu kimi çapa ötürülmüş olur. Cavab olacaq belə. Deməli, bax, gəl həqiqətən də buna qeyd edək. A bərabərdir, dırnaqda 7, B bərabərdir, dırnaqda 3 yazsaq əgər, e, bura gəlin yazaq, print, belə bir başa yazacağım. Mütərizənin içərisinə dırnaqda A plus B enter vursaq, görürsən A plus B-nin olduğu kimi çapa ötürülmüş. Bu olur belə.
Bundan başqa uşaqlar, printerin içərisində nə var? Printerin içərisində susma halında slash var ki, biz printerin içərisində əgər yazmış olsaq belə bir ifadə, sözəni açaq bağlayla yazacağım M, N, virgül qoyacağım, L, O və s. Müəyyən qədər tutaq ki, sətirlər yazmışam. Enteri vursam aşıqlar M, N, L, O deməli bu şəkildə çapa ötürülmüş olar. Əgər mən printerin içərisində yazsam ki, Ctrl C, müəyyən sep funksiyası var aşağılar. Sep funksiyası hal-hazırda görürsünüz. Printerin içərisində susma halında sep funksiyası simvollar arasında boşluq qoyaraq yazır. Yəni mən buradan virgül qoysam, həmin bu sep funksiyasını bərabərdir dırnağın içərisində. O əslində belədir. Susma halında bu şəkildədir. Yəni heç bir şey yazmadan. Sadəcə olaraq orada bu görsənmədiyim, belə deyim də, yazılmasa da, necə ki bizim enter düyməmiz var, ki hər enteri vuranda növbəti sətrə düşür, amma görmürük biz onu. O Word-də P var idi, home menüsündə, home lent tabında var idi, P. P-ni yazan kimi birbaşa bütün enterlər üzə çıxırdı ki, harada enter, harada abzas var, harada sətir var. Bu da eyni şəkildədir. Burada görünməsə də əslində printin içərisində sep funksiyası olur. Və sep funksiyası, özünüz görürsünüz ki, simvolları belə bu şəkildə aralı yazaraq çap ötürmüş olur. Mən indi sepin içərisinə ulduz yazmış olsam, aşağılar, bu səfər həmin hərflərin arasına ulduzu yazaraq çap edəcək. Yəni, həqiqətən görürsünüz, boşluq yazsam əgər, bax, Ctrl C edəcəm bir dəfə. Əgər bunun içərisinə heç bir boşluq qoymadan, bax, sıx-sıx qeyd etmiş olsam, görürsünüz, hərflər birləşmiş olur. Bununla arasındakı fərqə baxın. Əslində, bu birincidə olan printerin içərisində belə bir ifadə var, aşağılar. Sep funksiyası dırnaq, boşluq, dırnaq. Yəni, o iki dırnağın arasında tək bir dənə, belə deyim, space var. Yəni, boşluq olmaqla həmin hərfləri printerin içərisində olan elementləri çapa ötürmüş olur. Heç nəsiz printerin içərisinə sep funksiyası bu şəkildə olacaq. Yəni, printerin içərisində əslində belə bir sep var. Burada belə bir sep var. Sadəcə olaraq biz yazmasaq yazılmır, amma özü onu bilir. Amma biz sep funksiyasının içərisini dəyişsək, ulduz qoysaq, nə bilim, başqa bir, tutaq ki, gəlin bu sepin yerinə, nə bilim, yazıram bura diyez ifadəsi. Burada hərflərin arasında diyez ifadəsi görülmüş olar. Buna başqa aşağılar, printerin içərisində slash n var bir də. Slash n aşağılar növbəti sətrə keçid etmək üçün istifadə olunan bir əmr sayılmış olur. Slash n növbəti sətrə keçid etmək üçün. Məsələn, enteri vurmuş olsam, düzgün yerdə qoymadım. Gəlin bunu, məsələn, eldən sonra qoyacağım. Slash n olsun. Daha sonra n-dən əvvəl qoyacağım. Slash n. Sept olsun ulduz kimi. Slash n aşağılar növbəti sətrə keçmək üçün istifadə olunan bir əmrdir, düymədir. Slash n bir növ enter funksiyasını yerinə yetirir. Yəni aşağılar m çap olunacaq, virgülün yerində ulduz çap olunacaq. Sonra slash n-ə rast gəlirik deyə düşür növbəti sətrə. Sonra n-i çap edir. Sonra yenə virgül yerində ulduzu yazırıq. Sonra n-i çap olunacaq. Sonra yenə slash n-ə rast gələndə düşəsiz növbəti sətrə. Virgülün yerində ulduz, sonra bir dənə də o hərfini çap eləmiş olar. Niyə çap eləmir bunu? Mən nə isə bilirəm. Slashləri səhv yazıram elə.
sözləri səhv yazıram ha uşaqlar. Bu şəkildə. Slash in. Bu formada slash in. İndi yəqin ki olacaq. Bəli, indi alındım. Və slash-in istiqamətini səhv yazmışam. Bax, burada da sizə alınmalı idi. Gəlin bunları başdan başlayaq. Bunu bir də yazacağım. Ctrl-C eləyək. Keçəcəm növbəti səhvəyə, bir də izah edəcəm. Slash-in istiqamətini səhv yazmışam. Ctrl-V, aşağılar. Sepin içərisindəki ulduz bayaq hər vergül aralığında öz işini görürdü. Hər vergül aralığında ya ulduz qoyurdu, ya boşluq qoyurdu. İndi slash n yazmışam. Buradakı bu slash n hər vergül aralığında düşəcək növbəti sətrə. Enter vursaq, bu şəkildə görüntü yaranmış olur. Çətin deyil ki, uşaqlar. Hı? Yox, aha. İndi gəlin birini yazaq. Print mötərizənin içərisində yazıram dırnaqda al virgül dırnaqda ar virgül dırnaqda aray virgül dırnaqda bura yazaq slash n birdən də buradan yazacağım slash n buradan da yazacağım aray kodera bir dənə də virgül sep funksiyası bərabərdir dırnaqda aşıqlar olsun ət işarəsi. Dırnaqda ət işarəsi. Bəli. Yazın görək nə olmuş. Ayşən, ət işarəsinin birini səhv yazmışsın. Düzü yazmışsın Elcan. Hüsniyə sən, Hüsniyəcim.
Deməli, bax, Ayşəm nə baş verir? Üstünə yəqin şey yazırsan. Bir balaca. Baxdır burada nə alır? Deməli, bax, al yazılır. Al yazılır. Sonra düzdür, bəli. Üstüne düzdür. Al, Ayşəm bax. Aldan sonra vergül gəlir. Vergül yerində olmalıdır. Sep, yəni ət. Sonra slash enə rast gəlir deyə düşür kursor aşağı, arı çap edilir. Sonra yenə vergül yerində ətə rast gəlir. Sonra yanına yazılır a, ray, slash enə rast gəlir. Slash en düşürür aşağı, yenə ət. Sonra da Kodera sözü yazılmış olur. Ayşən, bax, bir dənə bunu səhv yazmışam. Bir sətirdə olmalı, ikinci sətirdə yox. Bircə dənə də qeyd edəcəm. Amma hə, bax, bu şəkildə olur. E, bir dənə də əlavə edəcəm, sonra bütöv şəkildə nümunə deyəcəm. Bir də e, bu ət aşağılar Koderadan sonra yazılmış. Yəni sonuncu sözdən sonra yazılmır. Ancaq aralıqlarda belə bax görürsünüz, bu aralıqlarda yazılır. Sonuncu sözdən sonra yazılmır. Əgər görüntü sonda da yazılmağını istəyiriksə, həmin işarəni və yaxud da bir başqa işarənin, onda mən printerin içərisində enddən istifadə edərəm. End bərabərdir. Dırnağın içərisində məsələn plus işarəsi burada da olsun. Bax ki, çıxma işarəsi. Bax, belə bir görüntü yaranmış olsa, bütün o necə ki, ət işarəsini qoymuşduq, onların hamısının aralığında çıxma işarəsi yazılacaq bu səfər sepin yerində. Ən sonda da plus qoyulacaq. Məsələn, gəlin bunları bir balaca dəyişək. Kodera, vergüldən sonra yazaq bura, dırnaqda kainat slash n slash n virgül birdən də yazaq dırnaqda birdən də yazaq Sübhan Musayip kainat dim yazaq. Dim. Bəli. İndi görüntü necə olur aşağılar? Bəli. Buyurun. Hı -hı.
Bəli hocam, doğrudur. Aferin. Araydan sonra düz xət yoxdur, Ayşən. Səndə yoxdur. Amma olmalı. Bir dənə orta səhvin var, qalanları düzdür. Bəli, bəli, üstünüyəm. Cəmi bircə dənə Ayşən səhvin var. Araydan sonra düz xətt olmalı idi, sonra düşməliydin aşağı. Bax, görüntü olacaq. Uy. Orada səhv elədik. Invoice göstərir. Səhvli vaxtı ha, burada verici qoymamışam. Bəli, bəli, görüntü bax belə olacaq. Ayşən düz yazılmış. Ha, yox, yox. Bəli, Ayşən bir dənə səhvin buradadır. Aydındır. Hə, oldu belə. Yanlış adları qarışdırdım. Deməli, daha sonra uşaqlar printerin içərisində sep funksiyasını qeyd elədik. Printerin içərisində deməli bizim ümumiyyətlə görmədiyimiz boşluq var. Ona sep adlandırılır. Separate adlandırılır əslində. E, Bunları dəftərdə qeyd eləyin, yəni sep funksiyası susmaya görə boşluqdur. E, Biz onu ümumiyyətlə görək deyə özünüz də görürüz ki, sepə müəyyən qiymətlər verilir ki, məsəl üçün ət işarəsi, ulduz və s. Sonra görə bilərik. Sep funksiyası axırıncı vergüldən sonra işləmir. Sonra printerin içərisində Azərbaycan hərflərindən qınını yazmaq olur. Amma məsələn, ə hərfini yazmaq olmur. Printerin içərisində ə hərfi də yazılmır. Düz dinləyirsiniz. Bunu dəftər üzərində, yəni bir kitabçanın üzərində işləyirsiniz. Orada sizin üçün o qədər önəmli olmayasdır. Amma nə vaxtsa hər hansısa biriniz əgər kompüter işləyirsinizsə, əni versəz, məsələn, xəta qaytarır, əni yazmaq olur. Daha sonra uşaqlar, bir də bizdə printerin içərisində nələr var? Məsələn, kitabda da var bu tipdə qayda. Print mötərizənin içərisində 1, 2, 3, 4, 5 yazılır. Virgül, sep bərabərdir. İnci, sıra. Nə olar uşaqlar? Görüntü və şəkil də var.
Beşincide yok. Beşincide axı set funksiyası sonunda işləmir. Hayır can, ne almışsan? Bəli, bəli. Bax, görüntü belə olacaq. Birinci sıra, ikinci sıra, üçüncü sıra, dördüncü sıra. Ama beşte, yani sonda set funksiyası işləmir. Sonda işləməsi üçün aşıqlar. Eyni ifadəni biz gərək, e, burada doldu. Gərək endin içərisində yazaq. Bax, sonda alınması üçün beşin də yanına inci sıra yazılması üçün gərək endin içərisinə yazaq. End dırnağın içərisində inci sıra yazaq. Enter vursaq, bax, görüntü belə alınmış olar. Aydın olur. Daha sonra aşık var. Daha sonra ben de buradaki ifadelerden bir neçesine bakalım. Burada ne alınır? 30 nömrəli sualda ne alınır? Nömrəli sual. Bəli, bəli Ayşən, bəli, doğrudur. Hüsniyəciğim, sən bəli, Əlcan doğrudur. Mən Hüsniyəm. Nə anlar səncə? Bəli, doğrudur, xəta olmuş olur. Çünki orada imtihan və çevresi hiçbir şey yoktur. Cevap olacaq elə xətanın özü. Yaxşı, bəs dilimlə deyəcəm. Türkçənin içərisində yazaq ki, 10, 20, 30, 40 sep bərabərdir. Tırnağın içərisində plus slash n virgül n bərabərdir ulduz. Hə, nə onlara aşıqlar?
Bəli, doğru deyəcəm. Afərin Ayşən. Bəli. Bir dənə çox maraqlı sual var. Mən özümə də maraqlıdır. Ki görən o nə olur. Doğru da Ayşən. Bəli. Cavab olacaq. 10. Sonra sekundasını tətbiq ediyoruz. Siləşəni düşür aşağı bir tətbiq edilir. Biliyoruz. Sonra 30'u sonra 40 yazır. Sep sonunda işlemir. Sonunda 11'den istifade etmiş olacak. Ne böyle bir sual var. Çok kişi sualdı. Ama düşündürücü sualdı. Yani cevabı mənə də maraqlıdır ki, cins nə qaytarır? 10'dur. B'nin qiyməti 4'də aşağı var. Cinsin içərisində də yazılıb belə bir ifadə. A vergül B vergül sep bərabərdir. Dırnağın içərisində çıx. Hə. Cavabı nə alınır aşağılar? Maraqlıdır. Ola bilər. Hər üstündə. Niyə xəta qaytarır ki? Sep funksiyası verir. Xəta qaytarmaz. Sadəcə olaraq ya 10/4 verməlidir, ya da 6 verməlidir. Mən sadəcə olaraq cavablarda 6 da var. Çünki hə, bu adi hesablama da öyle, çıxma da öyle. O sep funksiyası tətbiq olunacaq. Ortada tire, bir də 4'ü yazmış olacaq. Sadəcə bu çıxma deyil əslində, tire kimi qeyd olunub. Necə ki, bayaq ulduzu vurma kimi görmürdün. Aydın üstüne. Bayaq necə ki, biz axı sep funksiyasının içərisində ulduzda yazmışdıq. Bax, burada ulduzda yazmışdıq. Necə ki, ulduzu vurma kimi görmürdü. Burada trendə çıxma kimi görmür. Yəni, belə olanda da A ulduz B yazacaq. A10 ulduz 4 yazmış olacaq. Kopyaladım deyə təəssüfçü qiymətdən çıxartmadım. O ulduz 4 olmuş olacaq. Bir dənə də yazacağım sizə. E, Demələr var. Deməli, yazaq bura. A-nın qiyməti 20-dir. A-nın qiyməti A bərabər 20. Sonra A plus 5 yazılır. A plus bərabər 3. Cəmlər seçmişdik. A plus 2. B plus 5. B plus bərabər A. Tələli bir sualdır. Tələsi çox diqqətli olaq. Nə var? Cavabı.
48 ola bilər. Cavabların içərisində var. Hı hı. Elcan'cığım sen görək nə olur. Cavabın içərisində elə qiymət yox. Elcan. Yazacağım ora F variantı. Elcan yazıb. Deməli, bax, A-nın qiyməti olur 20. A plus 5 aşağılar heç nəyə mənimsə verilmədiyinə görə buranı yazmırım. Yəni, nəyəsə bir şeyə mənimsətməlidir. Ən azından belə bir ifadə yazmalıdır ki, mən A-nın qiymətini dəyişdim 25 edir. Buna görə önəmsiz bir yazıdır. Heç bir mənası yoxdur. Bərabərlik olmayan, mənimsətmə işarəsi olmayan hesablamaları. Buna görə buranı heç hesablamıram. Düşürəm bura, A-nın öz qiymətinin üstünə 3 gəlir, 22-nin üzərinə 3 gəlir, olacaq. 20-nin üstünə 3 gəlir, olacaq 23. 23. B bərabərdir. A-nın qiymət dəyişdi, oldu 23. Da bunu unutduq. Sonra B bərabərdir. A-nın öz qiyməti, yəni 23-ün üzərinə 2 gələcək, olacaq 25. Hə, yenə burada bax, B plus 5 var, amma heç bir şeyə mənimsətməyib deyə, heç bir mənası da yoxdur, hesablama çərçivəsində də aparmırıq. Sonra aşağı bir də düşürəm, B-nin öz qiymətini, yəni 25-in üzərinə gəlirəm A-nın. A neçə oldu aşağılar? 23. 23-ü gəlirəm, cavab olacaq 48. Bəli, nəzərə almışsınız, bax, bunu nəzərə almışsınız. Düşünürdüm ki, yaddan çıxar. Bu da olur belə. Bir də bircə dənə də Elcan başa düşdün. Aydın oldu. Elcancığım. Belə bir ifadədə yazacağım. A bərabərdir 3. A buyurun.